Bu maşın yola çıxanda ətrafda səssizlik yaranır. Bu sadəcə avtomobil deyil, bu gücün özüdür. Dodge Ram 3500, 6,7 litrlik dizelli mühərrik, 6 silindr, 1400 Nm tork. Bu maşın sanki ağır texnikadır, amma BC sürücü vəsiqəsi ilə idarə olunur. 450 at gücü, 16 tonluq yükü dartmaq lazımdır. Problem yoxdur. Birləşmiş Ştatlarda onu sevirlər. Niyə? Çünki Ram azadlığın, geniş yolların və güvənin simvoludur. Kənd təsərrüfatı, biznes, sərxava, heç biri onu qorxutmur. Amma Bakıda, burada onun nəfəsi daralır. Küçələr dar, dayanacaq az, döngələr kəskindir. Bu maşınla şəhərdə manevr etmək çox çətindir. Dodge Ram 3500, kənd üçün, geniş yollar üçün, sərhədsiz yerlər üçün yaradılıb. O, Amerikan qürurudur. Bizim üçün isə sadəcə çox böyükdür.